Bürçlərin 11 fevrala ən düz proqnozu. Qoç, bugün pul və iş mövzuları ön plandadır. Gözlənilməz xəbər və ya təklif ala bilərsən. Tələsmə, ağılla qərar ver. Boğa, şans sənin tərəfindədir. Xüsusilə maliyyə və şəxsi planlarda irəliləyiş var. Axşam saatları daha uğurludur. Əkizlər, daxili gərginlik ola bilər. Sir saxla, hər şeyi hər kəslə paylaşma. Pul məsələsində səbirli ol. Xərçəng, ətrafındakı insanlardan güclü dəstək görəcəksən. Dostlardan biri sənin üçün fürsət açır. Şir, iş və nüfuz günü, rəhbərlik, status, hörmət artımı mümkündür. Pul gecikə bilər, amma itmir. Qız, yeni planlar, sənədlər, uzaq yollar gündəmdədir. Qismət açılır, xüsusən bilik və işlə bağlı. Tərəzi, pul axını başlayır, borc, miras, bonus və ya gözlənilməz qazanc ehtimalı yüksəkdir. Əqrəb, münasibətlərdə taleyüklü qərar günüdür. Sevgi və ya iş ortaqlığı ilə bağlı ciddi addım ata bilərsən. Ox atan, gündəlik işlərdə rahatlama başlayır. Sağlamlıq və iş ritmi düzəlir. Kiçik amma davamlı qazanc var. Oğlaq, sevinç, şans və yaradıcılıq günü. Sevgi xəbəri və ya pul gətirən ideya gələ bilər. Dolça, ev və ailə mövzuları önə çıxır. Köhnə problem həll olunur. Maddi rahatlama yaxınlaşır. Balıqlar, xəbər, zəng və ya görüş taleyini dəyişə bilər. Sözlərinlə qapılar açılır, diqqətli ol.